var ki ildə bir dəfə artsın. Biri var 3 gündən bir artsın, 3 aydan bir artsın. Biri də var ki, hər həftə bu sahədə qiymət artımı yaşanır. Yavaş-yavaş. Hər həftə yavaş-yavaş. Bir həftə əvvəl 10 qəpiyə aldığımız, bir həftədən sonra 15 qəpiyə. Yox, sən görmüşsən ki, 10 millilik iğnəni bizdən vursunlar. Adamın əzələsi dağılar. Yavaş-yavaş. Yavaş-yavaş, Allah da, yəni yavaş-yavaş. Qurbağa məsələsi də dostlar. Yavaş-yavaş. Qurbağa effektidir də. Bu günlərin bizdə Azərbaycanda qiymətləri qurbağa effekti ilə artırılır. Bilirsiniz nədir? Qaynar suya qurbağanı atanda o dəqiqə özünü oradan tullayır qazandan çölə. Amma qurbağanı tutturursan soyuq suya, qazı da vurursan. Yəni bunu ev və qeyri-ev şəraitində etməyin. Bu sadəcə misaldır. Dəmə qoyursan. Bəli, qoyursan, o hava istiləşdikcə onun da bədəni öyrəşir, sonra qəz salam. Qiymət artımı da bizdə belədir. Yavaş-yavaş. Çünki birdən qaldırdılar. Yəni cəmaət doğrudan da o qədər narazılıq olar. Yavaş-yavaş lətifəsi bizdən uzaq. Bəli. Axırda deyirlər ki, qurtardıq.